Anamla otaqdaydıq, qızlarım da oradaydı. Böyük qızım həmin vaxt 3 yaşındaydı, balaca qızım həmin günü 5 ay tamam olurdu. Birdən bir vıyıltı səs gəldi və ondan sonrası yoxdur mənim üçün. Yəni ondan sonra mən anamın dilindən eşitmişəm ki, raketin o hava dalğası məni vurub atıb arxaya. Öləcəyimi düşünürdüm. Kəlmə şəhadət gətirdim. Həkim soruşdu ki, haran ağrıyır, nə hiss edirsən? Dedim, barmaqlarımı hiss eləmirəm, çünki vətərim kəsilibmiş. Dedim ki, qoymayın ölməyə məni, mənim qızlarım var. İlk vaxtlar bilmirdim görmədiyimə, çünki üzüm sarıqlıydı, üzümdə sarıqları açdılar və o vaxta qədər mən həqiqətən pozitiv idim. Deyirdim, əsas o da sağ qurtulmuşam, uşaqlarım sağdır, anam sağdır. Sarıqları açdılar. Pambıqları götürdülər gözümdən. Hiss elədim artıq gözümə hava dəydiyini. Dedim, bitdi sarğılar. Dedi, hə, hər şey açdı. Ondan sonra bildim ki, yəni mən görmürəm.